Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün sizlər üçün 3-4 günə hazır olan xırçıltılı kələm turşusunun hazırlanma qaydasını paylaşıram. 3 kiloqramlıq balonu üçün nə qədər ərzaq lazımdırsa videonun açıqlama bölməsində qeyd edəcəm. Kələm turşusunu hazırlamaq üçün bizə lazımdır kələm, kök, sarımsaq, dəfnə yarpağı, cəfəri və acı biber. Mən kələmləri gördüyünüz kimi incə və uzun formada doğradım. İstədiyiniz şəkildə doğraya bilərsiniz. Daha sonra isə bütün tərəvəzləri videoda gördüyünüz kimi doğrayıram. Bütün tərəvəzləri balonun içərisinə hissə-hissə yığıram. Üzərindən taxta qaşığından bir qədər sıxıram ki, tam şəkildə içərisi dolsun. Əlbəttə ki, tərəvəzləri kənarda ayrıca bir qabın içərisində hər birini qarışdırıb bir yerdə, daha sonra isə balonun içərisinə də əlavə edə bilərsiniz. Bu şəkildə də yığa bilərsiniz. Ən sonda isə üzərinə 3 xörək qaşığı duz əlavə edirəm. Daha sonra isə balonun ağzına qədər qaynar su ilə doldururam və üzərinə 1 çay qaşığı üksus əlavə edirəm. Turşunu hazırladıqdan sonra elə otaq temperaturunda saxlayıram. 3-4 gün sonra demək olar ki, hazır olur. Əsla çürüməyən, yumşalmayan, xırçıltılı və çox dadlı bir turşu alınır. Hazırlayan hər kəsə əvvəlcədən nuş olsun deyirəm. Əgər videomu bəyəndinizsə kanalıma abunə olub bəyən düyməsinə basmağı, fikirlərinizi yorumlarda qeyd etməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.